Deputatlardan süni intellektdən istifadə edənlər varmı? Görək varmı əziz dostlar? Hansı deputatlar süni intellektdən istifadə edirlər? Kiminsə bir açıqlaması var. Deyir ki, içimdə qorxu var. Süni intellekt tədricən həyatımıza daxil olmaqdadır. Onun vasitəsilə fotolar hazırlanır, videolar hazırlanır, mahnılar bəstələnir. Hətta bəzən tələbələr də yazı işlərini süni intellektin köməyi ilə hazırlayırlar. İndi bu süni intellekt, əziz dostlar, bir də gördünüz ki, 5 nəfərin, 10 nəfərin, 100 nəfərin işini görəcək, daha işçi qüvvəsinə ehtiyac olmayacaq, yemək pişirəcək, nə bilim, süni intellektlər, evlilik də gedəcək süni intellektlə və artıq birisi bunun qarşısı alınmalıdır. Bu dünya hara gedir və maraqlıdır ki, bundan sonraki texnologiya dünyanı hara aparacaq? Mən açıq deyim, əziz dostlar, müasir texnologiya o qədər inkişaf edib ki, dünyanı hara aparır bilinmir. Məsələn, raket kosmosa kimisə aparır, kosmonavtları aparır, hara aparır, yerdən düzdür, idarə olunur, amma bugünkü texnologiyanı əgər biz raketə bənzəksək, yer kürəsindəki insanları da kosmonavtlara, bu süni intellekt filan hara aparır bilinmir. Hər halda bu barədə mən elə gəlir ki, düşünmək lazımdır. Dünyanın özünü nəzarətdən çıxara biləcək hadisələrlə üz-üzə qala bilərik. Əziz dostlar, dəyərli tamaşaçılar, kanalda olanlar, verilişi bəyənin, paylaşın, kanala abunə olmağı unutmayın. Efirə zəng olunacaq, amma görək, tamaşaçı zəngi var. Salam, canlı yayımdayıq, efirə qoşulmaq istəyirsiniz? Hal-hazırda dillə bağlıdır. Ayaz Salayevlə bağlı. Ayaz Salayevin mənim dilim... Bəli. Bəli. Siz nə ilə bağlı zəyə vurmuşdunuz? Din. Dinlə bağlı. Dinlə bağlı. Olsun, efirə qoşuluq, istəyirsiniz dinlə bağlı deyin. Və siz ad soyadınızı göndərin, bir dənə də fotonu göndərin, bir 10 dəqiqə zəyə vurun. Yaxşı mı? Bəli, bəli, bu nömrənin WhatsApp-ına göndərin. Ad, soyad, vəzifəniz, bir fotonuz və sizin açıqlamanızı verərik. Oldu mu? Bəli, bəli, bəli. Oldu, sağ ol. Əziz tamaşaçılar, dəyərli izləyicilər, canlı yayıma kimsə qoşulmaq istəyir. Bir nəfər dimlə bağlı efirə qoşulmaq istəyir. Əvvəlcə deputatlarımızla bağlı danışaq dostlar, görək bunlar süni intellektdən istifadə edirlərmi, yoxsa yox. Milli Məclisin üzvlərinə bu sualla bağlı Modern Az sayti müraciət edib. Parlamentin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc süni intellektdən istifadə etdiyini deyib. Bəli, süni intellektdən istifadə etmişəm, qlobal trendi, əsas kommunikasiya strategiyasını anlamaq, big dataların yaratdığı yeni çalışları təyin etməyə çalışmışıq. Buxar maşını, elektrik enerjisinin kəşfi, internetin yaranışı, smart texnologiyalar, indi də 5-ci nəsil inqilabi texnologiyaların süni intellektin bəşəriyyəti hara aparacağı dövlətlərin bir nömrəli kursuna çevirib. Son
Avropa zirvəsi, Amerika Birləşmiş Ştatları, Avropa Birliyi və Çinin hədəflərini aydın göstərib. Deputatın, daha doğrusu digər bir deputat Elnara Akimova həmkarlarından fərqli olaraq süni intellektdən istifadə etmədiyini bildirib. Süni intellektdən hələlik istifadə etməyən parlamentarlərdən biri də Elman Nəsirovdur. Deputat bunun insan yaradıcılıq potensialına mənfi təsiri olduğunu düşünür. Süni intellektin həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilməkdə olduğunu fərqindəyəm. Bu proses çox sürətlə getməkdədir. Mənim fərd olaraq bu məsələdə skeptik yanaşmam mövcuddur. Süni intellektlə köklənəndə sanki insanın öz yaradıcılıq potensialı yuxuya gedir. Sanki o işdən kənarda qalır. Elə bil o cilalanmır, arxain olur ki, hər şey onun yerinə süni intellekt yerinə yetirəcək. İnsan donuq varlığa çevrilir. Ona görə də mən şəxsən süni intellektdən istifadə etmirəm. Gələcəkdə necə olacaq bilmirəm. İçimdə qorxu var ki, süni intellektlə köklənsəm, ona əsaslansam, sanki yaradıcılıq fəaliyyətimdə sönmə başlayacaq. Mən özümə deyil, süni intellektin imkanlarına arxalanacağam. Sabahı bilmirəm, süni intellekt həyatımıza o qədər daxil ola bilər ki, sadəcə başqa variant qalmaq. Yəni, əziz dostlar, Elman Nəsirov belə bir açıqlama verir. İndi Elman Nəsirovun da özünə məxsus öz intellekti var. İndi bilmirəm, bəziləri üçün pis intellekti, bəziləri üçün yaxşıdır, deyə bilmərəm. İndi hər halda onu siz desəz daha yaxşı olar. Görürsünüz, Elman Nəsirov qorxur, içində deyir bir qorxu var. Yəni süni intellekt insanı yuxuya verir. Elə bil ki, insan bədənindən bütün o yaradıcılıq ruhunu çıxardır, ötürür. Süni intellekt, gəl mənim əvəzimdə yaz, mənim əvəzimdə danış. Məsələn, Elman Nəsirov təsəvvür edir ki, süni intellektdən istifadə edir. Amma bilirsiniz də, Elman Nəsirov AKCP ilə bağlı, müxalifətlə bağlı, müsavatla bağlı. Bir sözlə onun snayperi müxalifəti hədəf alıb. Yəni fikirləşir ki, qorxuram süni intellektdən istifadə eləsəm, ola bilsin ki, süni intellekt tanıya bilməz müxalifəti. Hər halda, əziz dostlar, yapısı deputatdır. Elman Nəsirov özünə görə mövqeyi olan bir deputatdır. Hər halda mən bütün insanların mövqeyinə hörmətlə yanaşıram. Hər halda o millətin, dövlətin, özünün, gələcək taleyinin xilaskarı kimi yapı görür, onu da təbliğ edir. Sən müsavatı görürsən, müsavatı təbliğ edirsən. AKCP-ni görürsən, onu təbliğ edirsən. Bu da yapı görür, yapı təbliğ edir. Buna görə də normal qarşılayıram. Başqa bir deputat görək nədir? Mahir Süleymanlı da hələlik süni intellektdən istifadə etməyən deputatlar sırasındadır. Hələ ki, süni intellektdən istifadə etməmişəm, amma artıq dünya və texnologiya inkişaf edir. Yəqin ki, gələcəkdə istifadə edəcək. Milli Məclisin gənc üzvü Fariz İsmailzadə də süni intellektdən istifadə etməyib. Deyir ki, hazırda gündəlik həyatımda özümü süni intellektdən istifadə etmirəm, amma bilirəm ki, bəzi banklara, qurumlara, başqa təşkilatlara, IT təşkilatlara zəng edəndə orada baza cavabları verilərkən süni intellektdən istifadə olunur. Mən bununla bir neçə dəfə yüzləşmişəm, banka zəng etmişəm, süni intellekt cavab verib, əsas suallar onlar cavab verirlər. Gündəlik həyatımızda internet resurslarından istifadə edəndə bilirəm ki, onun arxasında süni intellekt də durur. Belə bazada xidmətlərə rast gəlinir. Ümumiyyətlə, bizim tədris proseslərində süni intellektdən istifadə nəticəsində çox ciddi problemlər yaranır. Amma dostlar, mən onu da deyim sizə, bugün deyilir süni intellektdən istifadə.
bu istifadə olunur dünyada və istifadəsindən illər sonra gəlib bizə çatır. Yoxsa birdən-birə sən hər hansısa bir proqramı, intellekti, nə bilim nə isə bütün dünyaya yay, ondan sonra idarə etmək xeyr. Yəni bunu süni intellekti yaratmağın da, söndürməyin də yəqin yolunu bilirlər. Ona görə də çox da qorxmağa dəyməz. Deputat Ülviyə Həmzəyeva da saytın sorğusuna, Modernazın saytına sorğusuna belə cavab verir ki, bildiyiniz kimi süni intellektin nə qədər inkişaf etdirilmiş, maraqlı və bəzi sahalarda vacib texnologiyalar sırasındadır. Bu gün süni intellekt hər gün istifadə etdiyimiz və bir çox xidmət sahəsində önəmli rol oynayır. Geniş spektrli texnologiya, filmografiyada fotoların və fikirlərimizin canlandırması belə qadirdir. Buraya tövsiyə edən proqramlardan tutmuş real vaxt rejiminə, qənaət məsələsinə daxil olması insanı sevindirir. Lakin sual yaranır, bütün bunları həqiqətən də çoxumuzun təsəvvür etdiyi süni intellekt təşkil edir. Bu da insan tərəfindən yaradılan bir proqramdır və təkamül prosesindədir. Biz özümüzdə onu öyrədirik. İnsan zəkasını tələb edən, vəzifələri yerinə yetirə bilən kompüter sistemlərinin inkişafına aiddir. Bu, vəzifələrə öyrənmə, əsaslandırma, problem həll etmə, qavranış və dili anlama daxildir. Onu da qeyd edim ki, süni intellekt insan əməlində bir növ sıxışdırıb aradan çıxarır. Bir tərəfdən yaxşıdırsa, digər tərəfdən rahatlığa alışır insan. Unutmayaq ki, insanı insan edən məhz əməyi və gördüyü işləridir. Arzu edərdim ki, süni intellekt xeyirli olması gərəkən yerlərdə işlədilsin. Digər deputat Pərvanə Vəliyeva süni intellektdən nə üçün istifadə etməsindən danışıb. Bəli, süni intellektdən istifadə etmişəm. 2021-ci ildə rəhbərlik etdiyim layihə çərçivəsində ölkəmizə süni intellekt üstünlüyü olan portativ rentgen cihazını gətirməyə nail olmuşduq. Cihaz elmi təhqiqat ağciyərlər xəstəlikləri institutuna ianə edildi. Pandemiya dövründə karantin səbəbilə insanların tibb müəssisələrinə rutin baş səhmələri azalmışdı. Qeyd etdiyimiz süni intellekt üstünlüyü olan rentgen cihazı ilə elmi tədqiqat ağciyər xəstəlikləri institutu ilə birgə keçmiş qaçqın və məcburi köçkünlərin yaşadığı ərazilərdə səyyar müayinələr təşkil etdik. Nəticədə vərəm, pnevmoniya, hətta COVID-19 və ağciyərlə bağlı olan digər xəstəliklərin erkən aşkarlanmasına nail olundu. Cihazın süni intellekti rentgen şəklini oxuya bilir və diaqnozu təyin edir. Bu isə radioloq, rentgenoloq olmayan tibb müəssisələrində həkimin assistenti rolunu əvəzləmək deməkdir. Cihazla aparılan səyyar müayinələr böyük töhfə verdiyindən bundan sonra dövlət tərəfindən daha bir neçə belə aparat satın alınaraq istifadə edildi deyə Pərvanə Vəliyeva cavablandırır. Əziz dostlar, tamaşaçılarımız içərisində siz süni intellektdən istifadə edirsinizmi? Mən sual verirəm. Yəni, əgər istifadə edirsinizsə, müsbət və mənfi tərəflərin yazın. Sizcə bu dünyanı hara aparır? Aha. Demək, Çin mühəndisləri tam avtonom işləyən, sərbəst qərarlar qəbul etməyi və insan iştirakı olmadan çətin tapşırıqları yerinə yetirməyi bacaran dünyanın ilk süni intellekt agenti olan Manusu təqdim ediblər. Dostlar, demək, burada yazır ki, Şaqrat, Gemini və ya Grok kimi komanda gözləyən chatbotlardan fərqli olaraq Manus özü qərar qəbul edir və göstəriş olmadan işləyir.
Əziz dostlar, dəyərli tamaşaçılar, kanalda olanlar verilişi bəyənin, paylaşın.